Böyük mərcələrin hamısının yekdil fikri budur. Əgər bir nəfər adam Hüseynin əzasının zəiflənməsinə sözü ilə səbəb olsa, onun sülaləsi quruyar. Bunu insanlara başa salmaq lazımdır. Çalışaq xidmət eləyə bilmiriksə, zəiflətməyək Hüseynin təziyyəsini. Çünki İmam Hüseyin Allahın qanıdır. Kim Hüseynlə mübarizə aparar, birbaşa Allahla mübarizə aparar. Ey insanlar, siz Allaha möhtaçsınız. Allah isə zəngindir, tərifə layiqdir. Allah göyləri və yeri yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O eşidəndir, görəndir. De ki, o Allah təkdir. Allah möhtac deyildir. O nə doğub, nə doğulub. Onun bənzəri də yoxdur.